Salam əziz tələbələr, mən Əczaçı və Biokimya Kafedrasının baş müəllimi Əliyeva Zəminə. Bu gün sizə təqdim edəcəyim mövzu hormonal preparatlardan böyrək üstü vəzin hormon preparatları və anabolik maddələrdir. Bilirsiniz ki, hormonal dərmanlar və yaxud da hormonal preparatlar günümüzdə ən çox istifadə olunan deməli maddələrdir və bizim daha tez-tez rast gələ biləcəyimiz bu maddələr haqqında bizim məlumatımız mütləq olmalıdır. Çünki istifadə qaydaları çox fərqlidir və tətbiq sahələri də çox genişdir. Böyrəküstü vəzin hormon preparatlarından biz bu gün qabıq maddəsinin hormon preparatlarına üstünlük vermişik və qabıq maddəsinin hormon preparatları ciklopentan, perhidrofenantrin nüvələrinə aiddir. Ona görə də biz bu maddələri steroid birləşmələrə aid eləmişik. Çünki steroid birləşmə quruluşun içərisində steroid birləşmə olduğuna görə steroid birləşmələrə demək aid eləmişik və bu maddələrin əmələ gəlməsi, onların sintezi, istifadəsi demək olar ki, tibb tələbələri üçün çox tanış olan bir deməli mövzulardandır və bu mövzu haqqında ona görə məlumat vermək istəyirəm ki, istifadə sahəsi son illərdə daha da deməli genişlənib, tətbiq sahəsi daha da genişlənibdir. Böyrəküstü vəzin qabıq maddəsində 40-da yaxın demək olar ki, steroidlər vardır. Biz bu steroidləri kortikosteroidlər adlandırırıq. Ona görə ki, kortikosteroidlər adlandırmaqda məqsədimiz onların sintezində xolesterinin deməli o üstünlük demək təşkil eləməsidir. Ümumiyyətlə böyrəküstü vəzin qabıq maddəsi, yəni kortikosteroidləri, bunlar biz iki yerə ayırmışıq. Mineralokortikoidlər və glikokortikoidlər demək adlandırırıq. Mineralokortikoidlər böyrəküstü vəzin yumaqçıqlı təbəqəsində deməli əmələ gəlibdir və yumaqçıqlı təbəqədə əmələ gəlməsinə baxmayaraq bu glikokortikoidlərdən deməli fərqi çoxdur. Yəni kortikosteroidlər hamısı eyni quruluşa malik deyil. Oxşar quruluş burada var, lakin istifadə sahəsi, tətbiq sahəsi onlar demək olar ki, fərqlidirlər. Mineralokortikoidlər daha çox su və duz mübadiləsində, yəni elektrolit mübadiləsində iştirak eləyir. Bunların çatışmaması müəyyən xəstəliklərin yaranmasına gətirib çıxarır. Əgər minerallar yoxdursa orqanizmdə, təbii ki, bu dərinin birinci rəngə boyanmasına gətirib çıxaracaqdır və natrium ionunun çatışmamasına gətirib çıxaracaqdır. Bu miasteniya səbəb olur, adinamiya, yəni əzələnin hərəkətsizliyinə və hərəkətliyin azalmasına, tamamilə itməsinə gətirib çıxara bilər. Bundan əlavə dərinin birinci rəngə boyanması mineralların çatışmaması ilə izah olunur. Bunu ilk dəfə kəşf edən demək Addison olub. Addison qeyd edib ki, dərinin birinci rəngə boyanması müəyyən deməli mineralların çatışması hesabına yaranır. Ona görə də mineralokortikosteroidlər burada istifadə olunarsa, xəstəlik tamamilə aradan qalxa bilər. Yəni xəstəliyin müalicəsində geniş tətbiq olunur. Bunlarda istifadə olunan maddələr isə dezoksikortikosteron deməli asitat daha çox istifadə olunur və bu inyeksiya deməli məhlulu əzələyə dəri altına yerdərək deməli mineralların çatışması zamanı baş verən xəstəlikləri və miasteniyanı ortadan qaldırır. Qeyd edeyim ki, bu maddələrin özündə nisbətən zəif də olsa antiandrogen təsir vardır, amma bu daha çox glikokortikoidlərə deməli aid edilir. Glikokortikoidlər mineralokortikoidlərdən fərqli olaraq daha çox zülal və karbohidrat mübadiləsinə təsir göstərir. Yəni bunların mübadiləsinə iştirak edir, zülalların miqdarını artırır, onların sintezini artırır. Zülalların daha çox istifadə olunduğu və onların səbəb olduğu xəstəliklərin müalicəsində tətbiq olunur. Glikokortikoidlər dəstəkli təbəqədə sintez olunurlar. Zülal karbohidrat mübadiləsinə təsir göstərir. Orqanizmdə deməli adrenalinin miqdarını artırdığına görə şəkərin də deməli artmasına səbəb olur. Bundan əlavə azotun orqanizmdən xaric olunmasını azaldır. Yəni orqanizm onun miqdarını azaldır, ifrazını isə sekresiyasını isə demək olar ki, artırır. Eyni zamanda glikozadan glikogenin əmələ gəlməsinə, yəni onun toplanmasına gətirib çıxardır. Qanda isə eozinofillər və limfositlərin miqdarını demək olar ki, azaltmış olur. Glikokortikoidlərdən deməli təbii halda olanlar kortizondur, hidrokortizon, yəni preparat kimi bunlardır. Yalnız biz böyrəküstü vəzin qabıq maddəsinin hormonu olan kortizolu təbii hormon adlandırırıq və kortizol həm də stres hormonu demək olar ki, adlanır. Yəni biz stres yəni olduqca, stres artdıqca orqanizmdə kortizolun miqdarı da artır. Buna görə də ona uyğun olaraq kortizon və hidrokortizon kimi deməli preparatlar əldə olunubdur. Bunlar təbii preparatlardır, amma sintetik olaraq bu preparatlardan deksametazondur, prednizolondur, triamsinolon, sinaflan, larindən, flusinal və s. kimi deməli gündəlikdə çox istifadə olunan dərman maddələrini adını qeyd edə bilərik.
Glikokortikoidlər daha çox necə istifadə olunur? Yəni sistemli istifadə oluna bilər və yaxud da yerli istifadə oluna bilər. Sistemli istifadə olunmaq nəyi göstərir? Yəni hər hansı bir xəstəliyin müalicəsində tablet və yaxud da inyeksiya şəklində istifadə oluna bilər. Əgər bu tablet şəklində və yaxud da inyeksiya şəklində istifadə olunursa, bütün orqanizmə təsir göstərəcəkdir. Bu dəri səthində, orqanizmin daxilində olan daxili orqanların xəstəliklərinə də təsir göstərəcəkdir. Amma yerli istifadə olunmaq, bu onu göstərir ki, hər hansı bir məsələn selili qişə tətbiq oluna bilər. Məsələn, ağız içi yaralarının müalicəsində istifadə olunan Kinokort preparatı bu selili qişəyə tətbiq olunur, yəni yerli təsir göstərir və yaxud da dəri xəstəliklərindən məsələn məlhəmlərin istifadə olunması bu yerli təsiri deməli göstərir. Bunun əsas təsiri odur ki, qanda şəkərin miqdarını artıra bilər. Yəni şəkərli diabeti olan xəstələr bir qədər ehtiyatla olaraq bunları deməli təyin istifadə etməlidirlər və yaxud da bədxassəli şiş vardırsa, deməli hər hansı bir şəxsdə onların istifadəsi məhdudlaşdırılmalıdır. Çünki zülal mübadiləsini artırdığına görə orada həmin o şiş toxumalarının da sürətlə inkişaf eləməsinə gətirib çıxaracaqdır. Təsir mexanizminə gəldikdə isə deyə bilərik ki, yəni bunlar daha çox iltihab əleyhinə təsir göstərirlər və yaxud da bu antiallergik təsir göstərirlər, desensibilizə edici deməli təsir göstərirlər və yaxud da immuniteti aşağı salaraq immunosuppressiv deməli təsir göstərirlər və şok əleyhinə bu dərmanların deməli təsirləri vardır. Amma təsir mexanizmi yəni necədir? Yəni necə olur ki, bu iltihab əleyhinə təsir göstərir? Fosfolipazla AC fermentini inhibə eləyərək prostaglandinlərin, leykotrinlərin miqdarını deməli azaldır. Yəni burada əsas hansı xəstəliklərdə bunlar tətbiq oluna bilər? Təbii ki, kollagenez deməli bunun istifadəsi revmatizmdə istifadə oluna bilər. Sonra revmatoidli artritdə, bronxial asmada, müxtəlif dəri xəstəliklərində deməli istifadə oluna bilər. Amma burada mineralokortikoidlər steroidlərdən fərqli olaraq bu yəni biz dəri xəstəlikləri deyiriksə, orada deməli mineralokortikosteroidlərin çatışmasında istifadə olunan hansı ki Addison xəstəliyində istifadə olunan o dəri xəstəliyi, burada olan ekzemadır, deməli dermatitdir və yaxud da psoriaz belə bir xəstəliklərdən deməli tamamilə fərqlənir. Yəni dəri xəstəlikləri bütün dəri xəstəliklərinə ayırd olunmur. Yəni Addison xəstəliyinin burada biz deməli bu maddəni çıxırıq. Yəni çox istifadə olunması da müəyyən kollagenezin deməli yaranmasına gətirib çıxarır. İltihab əleyhinə təsir zamanı damarlar daralır və müəyyən eksudatın çıxması, damarlardan eksudatın çıxması deməli azalmış olur. Regenerasiya prosesi təbii ki, burada deməli ləngimə müşahidə oluna bilər, amma əslində iltihab əleyhinə təsirdə burada yaraların bərpa olunmasına gətirib çıxara bilər. Amma bəzən immun reaksiyalar deməli burada zəiflər, çünki immunitetin aşağı düşməsinə gətirib çıxarır. Çox istifadə eləməkdə təbii ki, osteoporozun yaranmasına gətirib çıxaracaqdır, yəni burada. Allergik reaksiyalarda isə demək tosqun hüceyrələrin sayının azaltması ilə, interleykinlərin sayının azalması ilə əlaqədar olaraq demək antiallergik təsir göstərəcəkdir. Və burada bizə daha çox deməli daha çox istifadə olunur. Məsələn, allergik reaksiyalarda stokininlərin miqdarının azalmasına gətirib çıxarır. Çünki stokininlər əgər azalırsa, burada antiallergik deməli təsir göstərəcəkdir. İmmunitetin azalmasının deməli səbəbi burada immunosuppressiv bəzən təsir yaradır. Bunu nə zaman istifadə edirlər? Bəzən orqan köçürülməsi baş verir və müvəqqəti olaraq orqanizmin immunitetini aşağı salmaq lazımdır. Buna görə də immunosuppressiv təsir göstərsin deyə bu dərmanlar uzun müddət deməli xəstəyə təyin olunur və xəstənin müqaviməti azalmaqla orqanı insan orqanizminə uyğunlaşmasını deməli təmin edirlər. Demək olar ki, bütün xəstəliklərdə bir çox xəstəliklərdə bunu təyin edirlər. Amma çox istifadə eləmək böyrək üstü vəzin atrofiyasına gətirib çıxara bilər. Bu ona görə yaranır ki, çünki kənardan bu hormonlar orqanizmdə istifadə olunur, yəni sintez olunur. Və orqanizm daim bunun hesabına deməli maddələr mübadiləsini tənzimləyir. Amma kənardan bu dərman maddəsini almaq böyrək üstü vəzin fəaliyyətinin zəifləməsinə gətirib çıxarır. Yəni bir növ böyrək üstü vəz öz işini görmək istəmir, çünki həmin o preparatları, hormonları kənardan almış olur. Buna görə də sxemlə istifadə olunmalıdır dərman maddələri. Əgər sxemlə
tətbiq olunarsa heç bir deməli fəsad baş verməyəcək və uzun müddət təyin eləmək də düzdür. Müəyyən proseslərin belə zəifləməsinə, müəyyən yeni bir xəstəliyin yaranmasına gətirib çıxaracaq. Çünki məsələn biz müəyyən artrozlarda, artritlərdə istifadə edirik, amma uzun müddət istifadə etmək təbii ki, kollagenin xəstəliyin yaranmasına gətirib çıxaracaqdır. Və yaxud da hər hansı bir iltihabi proses zamanı bu dərmanların uzun müddət qəbul olunması Itsenko-Krushing xəstəliyinin, yəni piyələnmənin yaranmasına gətirib çıxarar. Və bu da arzu olunmayan təsirlərin baş verməsinə gətirib çıxara bilər. Təbii ki, leykozda da bu dərman maddələri istifadə olunur. Biz daha çox şok əleyhinə bu dərmanları istifadə edirik. Çünki şok zamanı infüzion məhlulların içərisinə qatılır və desensibilizə edici təsir göstərsin deyə, yəni orqanizmin həmin o dərman maddələrinə qarşı həssaslığı azalsın deyə, müəyyən bir şok yaranmasın deyə istifadə olunur. Yəni bu baxımdan da biz istifadə edirik və bütün iltihabi proseslərdə, bronxial asmada, allergiyada təbii ki, bu dərmanlar istifadə olunacaqdır. Deyirik ki, bir nümayəndəsi prednizolon, yəni sintetik preparatlar, prednizolondur, deksametazondur, bunlar istifadə olunur və bu dərmanlar biz müəyyən iltihabi proseslərdə deməli tətbiq edirik. Amma müəyyən sxem üzrə tətbiq olunmalıdır. Yəni ola bilər ki, aşağı dozadan başlayaraq yuxarı dozaya deməli qədər qaldırılır dərmanın qəbulu. Əgər yenidən dərman maddəsini deməli dayandırmaq istəyiriksə, yavaş-yavaş dərmanın dozasını azaldaraq bunu deməli tətbiq edirik. Çünki birdən-birə kəsmək dərmanını kəsmək böyrək üstü vəzin fəaliyyətinin daha da pisləşməsinə və yaxud da xəstəliyin yenidən deməli baş qaldırmasına gətirib çıxaracaqdır. Bunu nəzərə alaraq da müəyyən sxem üzrə deməli dərmanları təyin edirlər. Amma bunlarla bərabər orqanizmdə deksametazon da eyni istiqamətdə deməli tətbiq olunur. Sadəcə bir fərq nədədir? Deksametazonla prednizolonda fərq nədən ibarətdir? Deksametazon prednizolondan cüzlü hesab olunur, amma prednizolonda da təsiri, yəni tez təsirinə görə, yəni təsirinin tez sürətli baş verməsinə görə prednizolon ondan deməli üstünlük təşkil edir. Amma təsir gücünə qaldıqda deksametazonun təsiri 2 dəfə deməli prednizolondan artıq hesab olunur. Təbii ki, inyeksiya formasında istifadə olunur, məlhəm formasında tətbiq olunur. Göz xəstəliklərində deməli göz damlası şəklində tətbiq olunur. Yəni inyeksiya məhlulları və sair kimi deməli bunlar istifadə oluna bilər. Sadəcə bunların təsiri zamanı yenə deyirəm uzun müddət istifadə eləmək, yüksək dozda istifadə eləmək bəzən təsadların deməli yaranmasına gətirib çıxarda bilər. Məlhəmlər daha çox istifadə olunur ki, məlhəmlərin istifadə olunmasında bu dəri xəstəliklərinə daha çox təsadüf edilir. Digər deməli bir mövzumuz bu da anabolik steroidlərdir. Anabolik steroidlər də hormon preparatlarına aiddir. Və anabolik steroidlər haqqında nəyi demək istəyirəm? Bunu daha çox doping maddələrə aid edirlər. Çünki bəzən idmansızlar bu dərmanları qəbul edirlər. Müəyyən əzələ kütləsi yaratmaq üçün ki, yarışdan qabaq istifadə olunur. Ona görə də doping maddələrə qarşı nəzarətdə anabolik maddələrin olduğunu yoxlayırlar. Anabolikləri nə zaman qəbul edib, ən son dəfə nə zaman qəbul edib, hansı dozada qəbul edib, hansı müddətə qəbul edib, bunlar deməli nəzarət altında aparılır. Anabolik maddələrdə zəif androgen təsiri vardır. Ona görə də qadınlar bu xəstəliyi qəbul edəndə onun androgen təsirini nəzərə alaraq uzun müddət deməli qəbul olunması deməli dayandırmaq, uzun müddətli qəbulunu dayandırmaq lazımdır. Bəzən kökəlmək məqsədi ilə də, kilo almaq məqsədi ilə də bundan istifadə olunur. Amma yəni androgen təsirini nəzərə alaraq yenə də uzun müddət və yaxud da yüksək dozda bunu qəbul etmək deməli olmaz. Anabolik maddələr daha çox zülal mübadiləsi, karbohidrat mübadiləsinə təsir göstərir, sidik cövhərini orqanizmdən uzaqlaşdırır. Bu anabolik maddələrin orqanizmdə sintez olunması üçün, yəni onların əmələ gəlməsi üçün, anabolik təsir göstərməsi üçün orqanizmə kalsiumdur, kaliumdur, digər maddələrin, mineralların orqanizmə daxil olması lazımdır. Çünki bu maddələr preparat şəklində bizim orqanizmimizə daxil olur. Amma orqanizmin öz strukturundan istifadə eləyərək, orqanizmin öz maddələrindən istifadə eləyərək bir anabolik təsir yaradır bizim orqanizmimizdə. Başlayır zülalların sintezi artmağa. Təbii ki, bu zülalların sintezinin artması üçün də bizim orqanizmimizdə kifayət qədər ehtiyat maddələr olmalıdır, yəni minerallar olmalıdır. Yaxşı deməli qidalanmalıyıq ki, bu zülalların sintezi deməli artmış olsun. Və biz bu dərmanları nə zaman qəbul edə bilərik? Təbii ki, stenokardiyası olan deməli şəxslər qəbul edə bilər. Miokard infarktı keçirilmiş xəstələr qəbul edə bilər. Çünki miokardın daha çox deməli zülallarla
qidalanması üçün daha çox zülal deməli olsun deyə miokardda buna görə qəbul edirlər və yaxud da çox üzgün şəxslər, uzun müddət yaxşı qidalanmamış şəxslər, yataq xəstələri olan şəxslər də deməli bundan istifadə edə bilərlər və yaxud da klimakterik dövrdə qadınlarda bu istifadə oluna bilər. Yəni bu dərman maddələrinin istifadəsində androgen təsiri nəzərə alınır, anabolik təsiri nəzərə alaraq deməli qəbul olunmalıdır. Yenə qeyd edirəm ki, şiş xəstəliyi olanlar deməli bunu qətiyyən istifadə etməməlidirlər. Hansısa deməli preparatlar aiddir? Nortestosteron deməli törəmələrə aiddir, dihidrotestosteron törəmələri, androstenedion törəmələri aiddir. Biz bunları qısa olaraq belə yadımızda saxlayırıq. Nerabalil, retabalil, metandrostenolon kimi deməli yadımızda saxlayırıq. Çünki ən çox gündəlikdə istifadə olunan deməli dərmanlar deməli bunlar hesab olunur. Və bu dərmanların deməli şəkilləri göstərilib ki, bunlar yağlı məhlullar olduqları üçün uzun müddət deməli bu yağlı məhlullar bizim orqanizmimizdə qalır deyə biz bunları daha çox qəbul edə bilmirik. Ona görə ki, təsiri uzun müddət qalır. Məsələn, retabalil, nerabalil, silabolin kimi preparatlar vurulur. 2-3 gündən sonra təsir göstərir, amma orqanizmdə bunun qalma müddəti deməli 15 günə qədər deməli qalır bu dərmanların deməli təsiri. Ona görə də çox uzun müddət biz bunu qəbul edə bilmirik. Çünki çox qəbul etsək, bəzən həddindən artıq kökəlmələrə səbəb ola bilər və daha çox deməli kəskin fəsadlara gətirib çıxarda bilər. Hormonal preparatlar haqqında demək mövzum bura qədər idi.